Salam, hörmətli Avtoklub izləyiciləri. Deməli, bugünkü tələbəmiz Şəkidən gəlib. Çox sağ olsun bizə güvəndiyi üçün, bizi seçdiyi üçün. Tak, Nazlı xanım, indi başlayırıq. Oturdun. İlk öncə kəmər taxılmalıdır. İlk dərsdən, birinci dərsdən xanımı necə öyrətmişəmsə, bax xanım onları dərsə gəlib oturan kimi yazıq həftədə 3 dəfə Şəkidən bura gəlir. Aha. Güzgülər yoxlanmalıdır. Yəni arxanı görürükmü, böyrü görürükmü? Bəli, hər şey öz qaydasındadır. Sonra maşını işə salırıq. Sağa doğru çöndəririk. İşıqlar yanır, qırmızı işıqlar. Sönməsini gözləyirik, yenə söndü. Çeviririk. Pavarotniki sola doğru basırıq. Tormuz və maşını deyə gətiririk. Və hər şey hazırdır. Okey, hər şey hazırdır. Yerində rolu çöndəririk. Və hələ tərpənmirik güzgüdə. Güzgüdə baxırıq, maşın gəlirmi? Bax, bunu əslində ucu yarım abarot eləyirsən. Bax, bu yarım abarotun sayılır sənin. Okey, indi ayağımızı çəkirik. Aha, əla. Bax, tərpənə-tərpənə rolu getdi və qaytarırsan rolu sağa. Aha, öz yerinə ki, afərin, əla. İndi xanım əslində 3-cü dərsidir uşu, yəni. Amma hər dəfə uşu gəlib oturan kimi sıfırdan ki, bunlar əzbərlənməlidir. Sonra əzbərdən sonra isə vərdişə keçir bu. Bu hamısı nəzərə alınır. Burada yol bizimdir, üstünlük bizdədir.